Yəni nə olsun, boşanma birinci hal deyil ki. Yəni bunu sən artıq yavaş-yavaş qəbul eləməlisən. Yəni bu reallıq. Xeyr, niyə birincidən baxdım gətirməyib, anası çağırıb onu. Ondan üzüm gülməyib, evladım olmayıb. Mən ikinci dəfə sınıxmaq istəmirəm. Mən demək, mənim sözüm burada deməyim ki, mən ondan ayrılmaydım. Çıxsa getsə. Mən deyirəm, Mirağa, sənin üçün böyük bir fürsət düşür. Bizi Daxili İşlər Nazirliyindən izləyirlər, addım atıla bilər. Əgər istəmirsənsə qızı, denə ki, mən istəmirəm, məni zorla yanımdan, vurma qoluna. Denə ki, var mı istəyin? Ana yoxsa Şanay? Məni böyüdən qadın. Amil bəy, görürsün təhsil göstərir, əlini sıxır orada. Niyə? Şanay? Sıxırsan. Siz daha nə sarfatı salmıyor? Valla ona təhsil göstərir Amil bəy, o oğlana mənim yazığım gəlir. Gözlə deyəcəm. Gəl otur. Səni zorla Şanay saxlayır mı yanında? Telefonumu əlimdən alıb, şəxsiyyət vəsiqələrimdən alıb, bir də parçamı. Qulaq as, hanı telefonun şəxsiyyət vəsiqəsi? Ver mənə. Niyə verməliyim? Ver cəmaatın şəxsiyyət vəsiqəsini. Sən qanun pozursan. Sən qanun pozursan, azman məsul olandan. Ya belə şey yoxdur. Cəmaatın şəxsi zorlansan cəmaat yanında baxın gedir elə. Gəl bura, göstərin onu. Şanay. Cəmaatı zorlan. Mən xahiş edirəm, Mirağanın anasından xahiş edirəm, balana sahib çıx. Mən sizə bir söz deyim. Mən valideynlərim mən yığır, görür, mənim telefonumdan hamısını blok atıb, mənim bütün nəslimi. Arzuman, bugün Mirağa bizim sığınacaqda qalacaq. Amil bəy, ümumiyyətlə Şanaydan onun telefonu alınmayınca buradan bırakılmadım Şanay. Ağranlara tapşırın, yığın 129'u arab. Zəhmət olmasa deyin buraxmasınlar. Şəxsiyyət vəsiqəsini müvafiq xidmətimizin rəhbərindən xahiş edirəm. Polisə də lazımdır, məlumat verəcəm 21-ci, 29-cu polis bölməsinə. Şəxsən elə burada səslənirəm. Anamdan üzr istəyirsənmi? Hamdolsun.